Sual verirlər ki, bir qız universitetin 3-cü kursunda oxuyur və universitetdə aldığı elmi özü üçün, yəni axirəti üçün faydalı olmadığını düşünür və buna görə də universiteti tərk etmək istəyir. Və sual verir ki, universiteti tərk edə bilərmi və ya qiyabi oxuya bilərmi? Çünki universitet onun dinini anlamaqdan və dərk etməkdən uzaqlaşdırır. Cavab belədir ki, sözsüz ki, şəriət elmi daha üstündür. Şəriət elmi insanın həm dünya, həm də axirəti üçün faydalıdır, xeyirlidir və ona görə də Quranda və həmçində hədislərdə elmin fəziləti və elm əhli deyildikdə şəriət elmi nəzərdə tutulur. Lakin dünyəvi elmləri almaq da lazımdır. Çünki dünyəvi elmlər də insana bu dünyada fayda verə bilər və əgər niyyəti bu dünyəvi elmi alıb müsəlmanların xeyri üçün istifadə etmək olarsa, bu halda savab da qazanar. Ona görə də mən bacıya nəsihət edərdim, tövsiyə edərdim ki, universiteti tərk etməsin. Çünki artıq 3-cü kursdadır, yəni 2 il oxuyub. Əgər tərk etsə universiteti, belə çıxır ki, bu 2 ili də boş keçmiş olar, yəni faydasız olar. Yaxşı olar ki, qiyabi keçsin. Əgər demək, universitetdə oxumaq onun dini imanını zəiflədirsə, dininə təsir edirsə, o halda ilk növbədə niyyətini Allah üçün etsin, yəni bu aldığı elmi müsəlmanların xeyrinə, mənafeyinə sərf etmək üçün niyyət etsin və həmçində qiyabi oxusun. Qiyabi oxusun ki, oxuduğu 2 ildə hədər getməsin.